Vəhiy və ilhamdır. Elə bu mövzu ətrafında istəyirəm ilk sualı Zamiq bəyə ünvanlayım. Zamiq bəy, vəhiy və ilham. Bildiyimiz kimi peyğəmbərlərimizə vəhiy nazil olurdu. Bəli. Bu da ilahi tərəfindən Allahın peyğəmbərlərinə göndərdiyi gizli sözlər deməkdir. Amma diqqət etsək, şairlər isə ilham vasitəsilə qidalanır. Yəni, vəhiy şairlərə aid etmək doğru olmaz, düzgün deyil. Ümumiyyətlə, bu iki məfhum barədə nə deyə bilərsiniz? Vəhiy və ilham. Bir daha qeyd edeyim. Fikirləriniz həqiqətən də maraqlı olardı. Buyurun. Çox sonracı. Bu vəhiy bildiyimiz kimi həqiqətən də bu nöqsansız, qüsursuz, eybi olmayan bir xüsusiyyətdir ki, Allah tərəfindən peyğəmbərlərinə verilib. Və bildiyimiz kimi Həzrəti Məryəmə də, hətta Həzrəti Musa əleyhissalamın anasına da ya ona vəhiy demək olarsa, ya misal olaraq ona da ilham demək olarsa, xüsusi bir ab-hava gəlib. Misal üçün, Həzrəti Musa əleyhissalamı zənbilin içinə qoyub dərəyə qoymağı, bunlar hamısı Allahdan idi, təbii ki. Bu vəhiydə heç bir nöqsan ola bilməz. Nöqsansızdır, pakdır vəhiy. Bildiyimiz kimi, bu adətən ruhanilərə aid olan suallardır. Amma yenə də biz bildiyimizi bildirək, lakin yenə də düzünü Allah bilir. Vəhiy sözsüz ki, bu nöqsansız olduğuna görə, pak olduğuna görə, burada heç bir qüsur olmadığına görə bu peyğəmbərlərlə əlaqəlidir, Allahla birbaşa. Və bunlar adətən şəri məsələləri əhatə eləyir, şəri olan bir haldır. Amma şairlərlə əlaqədar ilhamlanmaq deyirik və yaxud da təbii olur və yaxud da olmur. Bu da təbii ki, Allahdandır. Bu da təbii ki, Allahdandır. Lakin şair peyğəmbər olmadığına görə şair sözündə səhv ola bilər, nöqsan ola bilər. Gərək şair də özü də bu barədə biraz mükəmməl ola ki, bu da elə bu yazdığını Allah istəyən kimi yazsın. Hətta bax belə bir ayə var ki, Allah Taala peyğəmbər əleyhissalama buyurur ki, peyğəmbər əleyhissalam barəsində buyurur ki, xeyr, o şair deyil və o yalan danışmır. Belə bir ayə var, mən ayələrdə... Həvay həvəsindən, nəfsindən danışmır. Hər nə deyirsə, vəhiy yuha deyə belə keçən bir ayə var. Bizim dediyimizdir o. Və Allahın sözüdür. Və cahiliyyət dövründən əvvələ də və yaxud ondan sonraki dövrlərə də baxsaq, yadıma bax bir söz düşdü. O Nizami Gəncəvinin Sirlər Xəzinəsində də səhv eləmirəmsə ki, kibriyalar, möhtəşəmlər də, yəni böyüklər səhv düzsələr, qabaqda peyğəmbərlər olar və arxada olanlar şairlər olar. Belə bir yazı düşdü yadıma, indi bu şeydən əlaqədar. Görün, deyirəm, şairlərə olan o ilham nə qədər mükəmməl olub ki, o dövrdə hətta Peyğəmbər əleyhissalamı yalançı, şair kimi adlandırmışlar. Bunlara ona bu sözləri sübut tuta eləmişdilər bunu və Allah Taala da onun barəsində buyurmuş ki, xeyr, o şair deyil. Şeiri də təbii ki, Allah öyrədir, amma biz ona şeir öyrətmədik. Biz ona vəhiy verdik, biz ona Quran verdik, daha böyüyünü verdik. Bəli, bəli. Yəni, Quran özündə diqqət etsək, ayələrə baxsaq, özündə də bir nizam-intizam var ayələrdə, qafiyələnmə demək, yəni doğrudursa əgər, qafiyələnmə var. Məsələn, oxuduğumuz təqdirdə biz ayələrin yəni nə qədər bir-birinə nizamlı şəkildə düzüldüyünün şahidi oluruq. Təbii ki, Quranın əsas mahiyyəti onun insanlara aşıladığı, ötürdüyü mesajlardır, düzdürmü? İnsanları düzgün yola dəvət eləməyi, pis yoldan çəkindirməyidir, müjdələməyi Qur'an-ı Kərimin insanları və yaxud qorxutmağıdır. Amma onun təbii ki, ayələrin düzülüşünə zahiri tərəfdən baxsaq, orada da bir nəzmin olduğunun şahidi oluruq, elə deyilmi? Bəli, bəli. Sanki onu da misra-misra yazıblar. Bəli. Yəni, buna da elə bir ki, xüsusi şəkildə toxunmaq lazımdır. Yəni, Rəbbimiz həmən bu ayələr vasitəsilə bildirməyə çalışır ki, ola bilər Quran-ı Kərimdə Həzrət Peyğəmbərimizə ki, o ayələr ki, yəni Allah tərəfindən göndərilib, o ayələrdə nizam-intisam ola bilər ki, necə ki, şeiriyyatın qaydalarına uyğunlaşsın. Yəni, uyğun, belə deyək, şeiriyyatın qaydalarından bir də nəzm şəklində olmağıdır. Amma əslində siz ona şeir kitabı kimi baxmayın. Yəni, onun batini mənalarına diqqət edin. Və eyni zamanda vəhiydən danışdıq. Belə bir qənaətə gəlmək olarmı, Zamiq bəy? Yəni, vəhiy ümumiyyətlə sırf birbaşa Allah tərəfindən peyğəmbərlərin qəlbinə nazil olan bir sözlər toplusudur, fikirlər toplusudur və onda
heç bir yanlış ola bilməz. Yəni bu qənaətə gələ bilərikmi? Amma ilham məsələsinə, məfhumuna diqqət etsək isə, ilhamda hər hansı bir formada problemlər nöqsan ola bilər. Ola bilər, Bəli. mümkündür. Bəli, əlbəttə ki, bayaq dediyimiz kimi vəhiy Allahdan olduğuna görə orada heç bir nöqsan, xüsusən də şəri məsələləri əhatə edən vəhiylər var. Peyğəmbər əleyhissalama ki, gəlmişdi. Orada əlbəttə ki, nə nöqsan var, nə qüsur var. Paklıqdan, saflıqdan başqa bir şey deyil. O ilham da elə eyni işin kiçik bir hissəsidir. Lakin insanlar məsum deyil. İnsanlar gərək ciddi olar. Hər yazını, hər beyinə gələni yazmaq olmaz ki, nəzm nazik deyirlər ona. O təbdir. Biz ona təb də deyirik, ilham da deyirik. İnsan ilhamlanır. Bəli, əlbəttə ki, bu təb. Onsuz da neyimiz var ki, hamı Allahdandır. Əlimizdə olan nə var ki, özümüzə məxsus olsun. Neyimiz var, hamı Allahdandır onsuz da. Bəli, şairlərin özləri də belə düşünmək əgər uyğun olarsa, öz davranışlarına, hərəkətlərinə diqqət eləməlidirlər. Yəni Allahla rabitələrini pozmamalıdırlar ki, yəni onların belə deyək də, yəni məhsulu demək mümkünsə, yəni o yazdıqları o şeirlər, beytlər hansı ki ilhamdan qaynaqlanır. Onlar da yəni doğru şəkildə, düzgün şəkildə olsun. Belə məsələyə necə baxırsınız ümumiyyətlə? Yəni şairlər davranışlarına, yaşam tərzlərinə diqqət eləməlidirlərmi, təfəkkürlərinə baxmalıdırlar? Mən bu fikri şair olaraq demirəm. Ümumiyyətlə bir insan kimi, bəndə kimi, Allaha bəndəçilik kimi götürsək, elə müəyyən qaranlıq məsələlər var ki, bəzən görürsünüz ki, adama çatmır, orada biraz qaranlıq olur. Və o işlərin ariflərdə olub, bəzən keçmişdə də olub, indi də var. O müəyyən zikirlərinin sayının çoxluğu ilə və yaxud gecə ibadətlərinin çoxluğu ilə, müəyyən günlərin orucunun tutulmasına görə o işlərin əlaqədar əvəzinə Allah neysə bir dənə balaca bir pəncərə açır, hansısa bir işıq verir ki, bəli, bu işin cavabı bu imiş. Bunlar hamısı təbii ki, ilhamlanır, insan Allahdan ilhamlanırsan. Bunlar hamısı ilahidir axı, bunlar hamısı ilahidir. O qədər ariflər olub ki, yazmaq istəyiblər, Xanım Zəhra haqqında daha gözəldir, daha tutarlı, Həzrət Əli Əleyhissalam haqqında daha gözəl, daha tutarlı və yaxud Peyğəmbər Əleyhissalam haqqında sadəcə yazı kimi yazmaq istəməyiblər də, istəyiblər elə bir şey alınsın ki, böyük söz olsun. Və bunlar üçün zikirlər eləyib, çoxlu sayda zikirlər eləyib, gecələr hətta o dediyimiz kimi gecə ibadətlərini eləyəsən, o da bir günə, 2 günə əmələ gələn iş deyil. Allahla rabitədə olduqca ilahiləşir insan. Rəngi də ilahi olur, insanın rəngi dəyişilir, ilahi rəngi olur və əlbəttə ki, ilham gəlsə, o ab-havada gələn ilham başqa olar. O ab-havada yazılan yazı başqa olar, eşq olar orada, təb olar orada, ilham olar orada. Yox, elə insan elə mənə kimi şairlər özlərini vadar eləsinlər ki, güldən, çiçəkdən, bülbüldən yazaq, onların dadı olmur, o şeirlərin dadı olmur. Təşəkkür edirəm Samiq bəy, gözəl fikirlərinizdən dolayı. Allah ilhamınıza, təbinizə bərəkət versin. Əlbəttə ki, bugünkü verilişimizə siz də əli boş gəlməmisiniz, öz gözəl şeirlərinizdən qiraət edərsiniz. Biz də hər birimiz dəyərli izləyicilər bahəm zövq alaraq. Buyurun, söz sizindir. İnşallah. Elə söz ki, ilhamdan düşdü. Mənim bir köhnə şeirlərimdən biri var idi, təb haqqında. O vaxt, qoy elə bu şeiri deyim. Buyurun. Ey təb, yenə tək qoydun aləmdə məni zari. Bir dəfə də lütfən gəl, lütfünlə mənə sarı. Həm var edir əşarım, itmamı yarımçıq ki, hüsnün gəzirəm halə, vəsf eyləməyə yarı. Tərk eyləmə nə olur gəl, bu ömrə vəfa yoxdur, bülbül nə rəvadır kim tərk eyləyə gülzarı. Sən qəmli könüllərdə söz mülkünə sahibsən, tək sənsən o varım ki, naşad edir əğyarı. Vardır neçə leylası, hər şeirimin ey dilbər, sənsiz nə əlamətdir, yoxdur sözümün karı. Dildarın üzün görmək, ümmid-i rifahımdır, çöhrəm doludur qəmlə, qəlbimdədir əfkarı. Tərk etdi səfayini, əlbəttə gələr bir də, bica yerə cəhd etmə, artırmağa miqdarı. Maşallah, təşəkkür edirəm Samiq bəy, gözəl şəkildə təblə bağlı yazdığınız həqiqətən çox qiymətli fikirlərdir. Yenə bir şeir dinləsək düşünürəm ki,
daha da gözəl Bir olar. məsələvi Buyurun. varımdır, onu deyim sizə. Ey rayihəsi xoş olan aləmdə çiçəkdən. Ey şəni hər aləmdə olan öndə mələkdən. Ey varlığı hikmət ki, hər aləmdə şəfasən. Ey surəti ənvər ki, həqiqətdə səfasən. Ey hər cümə dillərdə mübarək adı dilbər. Ey ismi könüllərdəki ünvanda mütəhhər. Ey pak bu nöqsan dolu aləmdəki iffət. Ey tər nəfəsi ruhuma rəhmət dolu şərbət. Ey can yetiş imdada ki, yetsin sona hicran. Ey vəd olunan gözləyirəm gözləri giryan. Ey şəms ki, eylər fərəcin dəhri gülüstan. Ey mahi ki, etdün qəməri ruyuna heyran. Ey nur ki, zikrinlə səfa buldu səfayı. Ey hur ki, bu vəç ilə qurtuldu səfayı. Maşallah, var olasınız.